Paşinyan, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə bir video paylaşıb da və insanlar o videonun üzərində dayanmağı bacarıb. Yəni insanları o videonu belə daha çox izləməyə cəlb edib. Bu dəfə deyim, Madrim.az istinad edirəm. Ermənistan baş naziri seçki qabağı kampaniya çərçivəsində səfər zamanı bu dəfə parlament sədri Alen Simonyanla birlikdə kökəyib. Bundan qabaq da qarğıdalı, piraşki, lavaş, belə sucu, kartof yeməsdə Gürcüstana səfər zamanı barabanda ifa etməsi, barabanda da oradan da musiqi ifa etməsi Fransada olarkən alma yeyərək video paylaşması ilə gündəmə gəlmişdi. Bəli, Paşinyan hərəkətləri bir çox hallarda obraza girmə, siyasi imici üçün dəyərləndirilir. Bəziləri isə onun deyir ki, onun xarakteri budur da, yəni onun daxilində bir yumor var, bəlkə bir görməmişlik var, bəlkə bir aktyorluq var. Amma bu Paşinyan da bizim bəzi qadın müğənnilərimiz var. Onlar kimi gündəmdə qalmaq üçün hər şeyə əl atır da, bizdə arxalarını böyütmək, yanaqlarını böyütmək, nə bilim, əl dəyişmək, kimlərinsə ərindən 5-6 uşaq dünyaya gətirmək, körpə dünyaya gətirmək, nə bilim, kimisə gedib mənzilində oturub, demək ki, bu villa mənimdir, nə bilim, 6-7 dənə kreditə maşın götürür, sonra tutub banka əllərindən alır, deyir, bu maşınlar mənimdir, belə sərgiləyir, göstərir, reklam edir. Paşinyan da indi sonuncu dəfə köküyür. Kişi oyunlar çıxardır.